Laçın rayonu Minkənd kəndi. Minkənd kəndinin demək kəndin orta hissəsindən Zabuq çay, Minkənd çay və s. deyilən çay bax bu ərazidən çıxır. Girib həmin çayın çıxdığı yerə baxacağıq. Çox möcüzəli bir şeydir. Allah falan verdiği nimət. İnşallah çıxıb oradan çəkiliş aparacağıq. Demək, otluq ərazilərlə gəldi çıxdıq yuxarı hissəyə. Çox maraqlıdır onu görmək. Şöyle necə görəcəyik buranı. Dayandıraq. Bu bitkinin adı nədir Raqub müəllim? Bunu versən gec. Ha, yox, bunu. Ha, öyle belə şöyle yapmalı değil. Dəvə dabanı. Evet. Hə? Bunun Rus adı nədir? Bu xərçəng xəstəliyinin dərmanıymış. Yox. Ha, Ruslar bunu paylaşırlar daha çox. Aha, gəldik çatdıq demək. Həmin Minkənd kəndinin aşağı hissəsində Zabuq çay və yaxud da Minkənd çayın başlanğıc hissəsinə, mənbəyinə, yəni bu kəndin aşağı yuxarıdan dağların altından su süzülərək gəlir və burada belə göl kimi yarandır balaca və buradan da aşağı hissəyə gedir. Bu da baldırğandır. Gözəl baldırğan. Biraz bozalayıb. Bu da biz. Selami Bey. Hörmətli Raqub müəllim. Hasan Bey. Hasan müəllim. Çəkmir Raqub'un, çəkmir nəsə. Elə bir şəxsi qərəzliyi var sizin. Bura geçmek istersen. Bura keçmək istəyərəm ama keçmək üçün biraz çox şey var. Burada gördüğünüz həmin çayın suyu, yəni suyun başlanğıc hissəsi göz yaşı kimi dupduru, şəffaf və buz kimi. Biz də əlimizə vura bilməmişik. Amma qardaşımız Selami Bəy deyir ki, əli suda saxlamaq mümkün deyil. Təbii ki, dağların, qayaların arasından sızıb gələn su başqa cür ola bilməz. Yəni buz kimi olmalıdır. Yəni çox gözəl. Allah Teala bu günü bizə nəsib edəcəyinə görə Allah Teala'ya sonsuz şükürlər olsun. Allah Teala şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah Teala qazilərimizə şəfa versin. Hansı ki bugün burada rahat gəlib gəzməyimiz onların qanları bahasınadır. Amin inşallah. Bu da bizim şənbə, bazar günü istirahət vaxtımızın bir hissəsi.